Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə sarımsağın gözəlliklərini, özəlliklərini deyəcəm. Xərçəng xəstəliyinin necə qarşısını alır, tərkibində nə olduğu üçün və sarımsağı necə yesəniz, həm xərçəngin qarşısını alır. Bu bir mənalı şəkildə belədir. Yəni mən öz fantaziyalarımı sizlərlə bölüşmürəm. Məni tanıyanlar bilir ki, təhsilimi Rusiyada almışam. Bir mütəxəssis dietoloq, nutrisioloq olaraq hər bir şeyin kimyasını, dərinliklərini bilirəm. İndi sizə deyəcəm, çox xahiş edirəm, diqqətlə qulaq asın. Çünki Allah hər şeyi səbəblə yaradır. Səbəbsiz heç nə yoxdur. Əvvəllər dərman mı var idi, aptek mi var idi? Dərmanı içirsiniz, bir yerinizə xeyir eləyəndə bir yerinizə ziyan eləyir. Baxın, sarımsağın tərkibində allitsin deyilən bir maddə var. Həmən bu maddə müalicəvi maddədir. Yəni ən güclü müalicəvi maddə allitsin var. Mən deyəcəksiniz, bu nədir? Məryəm xanım, sarımsaqdan danışıb qab göstərirsiniz. Mən iyi gəlməməsi üçün belə kapsula şəklində almışam. Mən Valbrestdən sifariş eləmişəm. Baxın, belədir. Üstünə qoyacağım şəklini. Siz Temudan sifariş eləyə bilərsiniz. Bəlkə də apteklərdə var, bilmirəm. Bax, belə yazılır üstünə Cesno. Burada əzilmiş variantıdır. Deməli, sarımsağı necə yesəniz, bütün xəstəliklərdən sizi azad edər. Deməli, ən təmiz dünyada bildiyimiz möcüzəvi antibiotikdir. Əməlli başlı müalicə edir. Yəni xərçəngi həmən o allitsin maddəsi xərçəngin kökünü kəsir. Amma məsələ burasındadır ki, sarımsağı əzməmiş udsanız, həmən o allitsin maddəsini qəbul edə bilməyəcəksiniz. Amma əsas vacib yer məqam burasıdır. Allitsin maddəsi elə belə öz başından yaranmır. Mirazinazo deyilən ferment var. Baxın, sarımsağı əzəndə həmən o mirazinazo fermenti allitsinin üstündə işləyərək allitsin maddəsini meydana gətirir və bu da bir mənalı şəkildə %100 xərçəng xəstəliyinin qarşısını alır. Mənim əzizlərim, mənim yaxından tanıdığım bir xanım, çox dəyər verdiyim bir xanım cavan vaxtında xərçəng xəstəliyinə tutulur. Yəni bu onun həyatını şəxsən bilirəm və burada çox az vaxt qoyulur. Onkoloqlar onun həyatına çox az vaxt qoyur. Gedir xarici ölkəyə. Xarici ölkədə professor ona müalicə yazır, şuazad yazmır. Təbii ki, ximioterapiya yazmır, müalicə yazır, iynə dərman çox az bir miqdarda və sarımsaq deyir. Gedirsən, hər gün sağalmaq istəyirsənsə, xərçəngə qalib gəlmək istəyirsənsə, hər gün sarımsağı ye. Əvvəlcədən əz, qoy, sonra 15 dəqiqə sonra onu ye ac qarnına. Hər gün. O xanım da o vaxtı cavan olub, deyib ki, necə yəni, mənim cavan ailəm, evdə qaynanam, baldızlarım ağzımdan iyi gələcək. Deyib, bilirsənmi ki, ağzınızdan niyə iyi gəlir sarımsaq yeyəndə? Deyib, yox. Deyib ona görə ki, sarımsağı yeyəndə görün nə qədər orqanizminizdə pis mikroblar var ki, pis bakteriyalar var ki, sarımsaq onlara dəyir və onlardan elə bir ifunətli iyi gəlir. Bir müddət yedikdən sonra zamanla həmən o mikrobları məhv etdiyi üçün sonra iyi gəlmir. Sən bir aydan sonra bilməyəcəksən, heç kim sənə deməyəcək ki, səndən iyi gəlir. Xanım and içir ki, Məryəm xanım, gəldim, hər gün yedim, çünki sağalmağım üçün nə disələr eləyərdim. Az vaxt qoyulmuşdu, çünki ömrümə bir həkim yox, bir neçə onkoloqlar. Müalicəmi elədim, kiçik bir müalicə, sağlam qidalandım, stressdən uzaq oldum. Həkimlərin dediyi kimi, necə ki, mən də bütün pasiyentlərimə, yəni qrupumda olan gözəl xanımlarıma, qruplarımda olan bəylərə, xanımlara məsləhət bilirəm, stressdən uzaq, sağlam qidalanmaq mütləq şəkildədir və sarımsağı hər gün yedim. Deyir Məryəm xanım, bir aydan sonra sarımsağı yeyib kimə deyirdimsə, ağzımdan iyi gəlir, üzürlü sayt deyirdi ki, iyi gəlmir axı, sən özün hiss eləyirsən onu, mən hiss eləmirəm. Gördüm ki, deyir, professor düzgün vurğulayıbmış. Təsəvvür eləyə bilirsinizmi? İndi sizə sual verirəm. Bu ucuz bir şeydir. Niyə bunu yeməyəsiniz mənim əzizlərim? Rusiyada, mənim uşaqlarım Rusiyada dünyaya gəlib. İnanın ki, məktəbdə yeməklərinin yanına uşaqların tabletka kimi kəsir. Deyirdilər ki, yeməyinizdən 1-2 loxma yeyəndən sonra bu sarımsağı çiynin yiyin, diri udmayın. Təsəvvür eləyə bilirsinizmi? Uşaq bağçalarına gedən, uşaqları uşaq bağçalarına gedən Rusiyada anaların hamısından eşidirdim ki, deyirdilər uşaqlarımıza yeməklərinin yanına sarımsaq kəsib qoyurlar. Təsəvvür eləyin uşaq bağçalarında. Və mən sizə 20 ilin, 30 il bundan qabağın söhbətini eləyirəm. Ona görə də hər birinizdən xahiş eləyirəm, çox xahiş eləyirəm. Sarımsağı həyat tərzinizə əlavə edin və bu videonu hamıya yayın ki, hamı eşitsin, xərçəng xəstələri eşitsin. Yəni mən sizə öz fantaziyalarımı demirəm, dəqiq elmi sübutları deyirəm mənim əzizlərim. Hamıya yayın, bir də sizdən çox xahiş eləyirəm. Məlum səbəblərdən mənim videolarımı qoymurlar ki, yayılsın. Mənim dəyərli bacı qardaşlarım, sizdən çox xahiş eləyirəm. Mənim əziyyətimə dəyər verməyiniz üçün belə dəyər verə bilərsiniz ki, videolarımı paylaşın. Elə indicə YouTube kanalımdan, TikTok kanalımdan, Facebook'dan, Instagram'dan hardan izləyirsinizsə
Tez xahiş edirəm. Üstə gələk, yəni ki, plus işarəsini basın, yəni abunə olun, takib atın, podpisasiya olunun və çoxlu kommentariyalar, odzivlar, şərhlər yazın və videonu paylaşın, yaddaşa salın. Mən sizdən xahiş edirəm. Buna mənim səhifəmin ehtiyacı var ki, xalqımın canı dərmanlardan qurtarsın. Necə ki, bəzi insanlar tərbiyəsizləri, pozğunluğu təbliğ edənləri yayırlar, videolarını, xalqın tərbiyəsini pozurlar. Əsl mənim zənnimcə belə videolar paylaşılmalıdır. Dəyərli bacı qardaşlarım, hamınız həyatınıza sarımsağı əlavə edirsiniz və bir də onu deyim ki, Məryəm xanımın bütün qızıl qaydalarını öyrənmək istəyirsinizsə, sağlıqlı həyat, bilirsinizmi? Bəzən diyeta deyəndə çox adam pis başa düşür, qorxur, bahalı menyular olacaq və yaxud mənə nəsə satacaq diyetolog. Hər ay mən necə pul verəcəm? Mənim bağırsağım görəsən doğrudan da mı sena çaysız, acılı qotusuz, dəvə gözüsüz, doğrudan da mı görəsən mən bağırsağım mənim saat kimi işləyəcək? Sizi qınamıram. Bu suallar ona görə ortaya meydana çıxır ki, bəzi 80% dırnaq arası diyetologlar heç diplomları, sertifikatları olmadan sizi qrupa əlavə edirlər, hər ay sizdən pul alırlar. Plus sizə arıqlama çay, arıqlama kofesi, arıqlama şokoladı satıb özləri varlanır, sizi şikəst edir. Sonra qruplarına girən kimi sizə deyir ki, sena çayını yeməyin üstünə dök, acılı qotu iç, həftədə bir dəfə maqni sulfat duzu iç, köpürsənsə qara kömür iç. Ay mənim əzizlərim, nə olar belə şeylərə aldanmayın. Belə də özünüz bilən məsləhət ha. Əgər hər ay pul verib o maşinniklərə, belə deyim, maşinitsalara istəyirsinizsə qoşulmaq buyura bilərsiniz. Mənim qrupuma bircə dəfə 20 manat ödəyirsiniz. İli 20 manatdır. Yəni bir dəfə 20 manat ödəyirsiniz. Bütün qızıl qaydalarımı öyrədirəm. Gözəllik sirlərini həmən sizə göndərirəm. Bağırsağınız saat kimi işləyir, amma aptek vasitələrindən istifadə etmədən. Arıqlayırsınız, amma acılıq etmədən. Buyura bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Mənim əzizlərim, nömrəni isə videonun üstündə qoya bilmədiyim üçün icazə yoxdur. Belə səsli şəkildə deyəcəm. Mənim əzizlərim, necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Gözəl bacılarım, dəyərli qardaşlarım. Tireylər qoymayın, nöqtə qoymayın, nömrənin əvvəlinə 012 994 heç bir şey əlavələr eləməyin. Bir dənə üstə gələk qoyursunuz nömrənin əvvəlinə. Əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın ki, şükürlər özdə böyük bir nemətdir. Şikayətlərinizi azaldın ki, şikayətləriniz günü günündən azalsın. Sağ olun.